Salam, biz bugün impulsun izlediği yol anlayışını şekil üzerinden daha dəqiq şəkildə öyrənəcəyik. Mən bir neçə gün əvvəl belə bir sual paylaşmışdım. Gələnlərin cavabları isə heç birində düz deyildi. Ona görə dedim ki, şəkil üzərindən bunu izah edeyim. Biz şəkildə gördüyümüz onurğa beynin ilkəsiydi. Bilirdik ki, onurğa beyində də 31 cüt, yəni 62 ədəd sinirimiz mövcuddur. Bundan əlavə bizdə bir məlumat daha var idi. Bilirdik ki, impulslar arxa hissədən onurğa beyinə daxil olur və ön hissədən çıxır. Burada da şəkildə arxa və ön anlayışını görürük. Burada dorsal yazdıq hissə biz üçün arxa, ventral yazılan hissə isə biz üçün öndür. Həmçinin sağ-sol anlayışını da öyrənək. Əsasən ürəkdən düşən suallarda da çox vaxt şagirdlərdə də, bəzi müəllimlərimizdə də bu səhvləri görürük. Daha rahat şəkildə necə bilə bilərik? Burada sol yazılan hissə var, yəni indi yazılıb. Yazılmasa necə bilərəm? Mənim sağ əlim şəkil məndən üzbəüzdürsə, mənim sağ əlim şəklin solu olur. Yəni burada sol yazılan hissə mənim sağ əlimdən üzbəüzdür. Sağ yazılan hissə isə mənim sol əlimdən üzbəüzdür. İndi impulsun izlədiyi yola baxaq. Normalda impulslar hansı tərəfdən gəlirsə, həmin tərəfdən də çıxır. Yəni reflekslərlə impulslar eyni şəkildə olurlar, çarpaz olmurlar. Bəzən isə yuxu halında, yəni biz yatarkən bunlar çarpaz ola bilirlər. Həm eyni halına, həm də çarpaz halına baxaq. Burada birinci sualda deyir, sağ ayağa iynə batsın, sağ ayağı da çəksin həmin şəxs və impulsun izlədiyini yola baxaq. Biz dedik, impuls harda girir? Arxadan. Arxa da biz üçün buraydı. Sağ ayağından daxil, yəni sağ ayağına iynə batsın, sağı da çəksin. Onda sağla daxil olur. Yəni 1, sağla da çıxır 3. 1 ilə 3-ü əlaqələndirən də burada biz üçün nədir? 2. Deməli, burada impulsun izlədiyi yol olur 1, 2, 3. Burada deyir, sol ayağına batsın və sol ayağını da çəksin. Yenə solla daxil eləyək, arxadan daxil oldu 6, 5 və 8. 6, 5 və 8. Amma burada baxın, artıq çarpaza keçirik. Sağla daxil olsun, sol ayağını çəksin. Sağla daxil eləyək, sağla daxil eləyəndə nə olurdu? 1. Sol ayağını çəkmək üçün nə olmalıdır? 8. Bunları əlaqələndirən nədir? 7. Deməli, burada olacaq 1, 7, 8. Sol ayağına batsın, amma sağ ayağını çəksin. Sol ayağına batmaq üçün arxadan daxil oldu 6, yəni solla gəldi impuls bizə. Sağ ayağını çəkəndə isə olur 3. Yəni 3 ilə getsin də sağ hissəyə ki, sağ ayağa desin. Biz bunları əlaqələndirən nədir? 4-dür. Bu da olur 6, 4, 3. Ümid edirəm ki, bundan sonra bu suallar bizə daha rahat gələcək.